Gülüstan Əliyeva hirslənib. Niyə hirslənib? Əməkdar artist. Aparıcılara səslənib. Və xəbərə Axşam.az xəbər verir. Elgiz Reycilər proqramında olan müğənni aparıcı Elgiz Əkbərə müraciət edib. O bildirib ki, efirə çağırdığı gənc ifaçılara etik qaydaları öyrədilməlidir. Gülüstan Əliyeva deyib. Kim necə istəyir, oxusun, hərənin öz seçimi var. Onları efirə çağıranda onlara başa salın. Qabiliyyətsiz, səsi olmayan verilişlərə gələ bilər. Yəni, qabiliyyətsiz, səsi olmayan verilişlərə gələ bilər. Etika qaydalarını öyrədin. Bura gələn tanınmış simalardır. Gənclər özlərini efirə uyğun aparın. Böyüyə hörmətlə yanaşın. Bunları onlara demək lazımdır. Hərə bir ailədən gəlir. Hərənin öz tərbiyəsi var. Amma efirdə eyni olmamalıdır. Buranın mədəniyyəti var. Gənclər bilməlidir ki, efirdə necə davranmalıdırlar. Azərbaycan Respublikasının əməkdar artisti Gülüstan Əliyeva deyib. Və mən eşitmişəm, bir neçə dəfə deyiblər ki, konsert proqramları olur da, açıq havada, lap belə dövlət konserti, ya hansısa bir rayonun da bir tədbir olur, bir açıqlamalar olur da, nəyisə açılışı olur. Deyir, orada deyir, gəlir də biraz yaşlı, orta yaşlı nəsil. Gənclər ki, onlara salam vermir, belə dirsəyi ilə itələyib keçirlər, belə yuxarıdan aşağı baxırlar. Əzizlərim, əgər onları bəyənmirsinizsə, bir neçə ildən sonra da demək sizi bəyənməyəcəklər. Deyir ki, nə tökərsən aşına, o da gələr çıxar qaşığına. Ona görə də böyüklərimizə dəyər vermək lazımdır. Düz deyəni, böyüklərimizin çoxsu da çox qabiliyyətli olmayıb, nələr edir, hamısını biz bilirik. Amma azından yaşına hörmət qoyun. Və Şəbnəm həkimin qismətə uyğun əlaqə nömrəsi buradadır. Ona müraciət edin, əməliyyatlar etdirin, üzünüzün görkəmini dəyişin. Sarı Səfra Bahadurdan bu qədər.